Buzovna qəsəbəsində dənizdə 2 nəfərin bataraq həyatını itirməsi ilə bağlı yeni məlumatlar açıqlanıb. Onlardan biri ATV-nin informasiya proqramları studiyasının prodüseri, Vətən müharibəsi iştirakçısı Məqsəd Əlisahiboğlu Məmmədli olub. Telekanalın məlumatına görə Məqsəd Məmmədli dənizdə bataraq həyatını itirib. Digər hadisə isə ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda nəzarətsiz ərazidə baş verib. Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri axtarışlara cəlb olunub. Dalğıcılar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiqoğlunun meyti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Məlumata görə Seymur Allahverdiyev Krosno qrupunun solisti olub. Bu hadisələr bir daha sual doğurur. Gənclər niyə dənizdə boğulur? Niyə hər il dəniz cavan yaşda vətəndaşlarımızın həyatına son qoyur? Ailələri övlad, həyat yoldaşı və yaxınlarından məhrum edir. Bir anlıq ehtiyatsızlıq, nəzarətsiz əraziyə getmək və təhlükəsizlik qaydalarına əməl etməmək bəzən geri dönüşü olmayan faciə ilə nəticələnir. Dəniz istirahət yeri olsa da təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq olmaz. Hər kəsdən diqqətli olmaq, yalnız nəzarət olunan çimərliklərdən istifadə etmək və riskli vəziyyətlərdən uzaq durmaq tövsiyə olunur.